Sabahınız xeyir Şahin əmi. Sabahınız xeyir də, sabahınız xeyir. Gecə saat 3. Şəhər şirin yuxuya dalsa da, futbol sevərlər üçün həyəcan indi başlayır. Bəlkə də çoxları üçün bu vaxt oyaq qalmaq çətindir. Amma söhbət futboldan gedirsə, yuxusuzluq da, yorğunluq da unudulur. Yol boyu pəncərələrdən yanan işıqlar göstərir ki, bu gecə milyonlarla azarkeş bizimlə eyni həyəcanı yaşayacaq. Gecənin bu vəddəsində yola çıxmağımızın əsas səbəbi 2026-cı il futbol üzrə dünya çempionatının keçirilməsidir və onun coğrafiyasıdır. Bildiyimiz kimi oyunlar Amerika Birləşmiş Ştatları, Meksika və Kanadada keçirilir. Saat fərqi, uzaq məsafə bizim bu saatda iş başında olmağımızı tələb edir. 20 iyun tarixini yaşayırıq və bir neçə saatdan sonra qardaş Türkiyə millisi ilə Paragvay komandası üz-üzə gələcək. Reportaj efirə gedəndə isə artıq oyun bitmiş olacaq, nəticələr də bəlli. Təbii ki, bu cür futbol həyəcanının səsləri ilə bizə hiss etdirənlər isə şərhçilərdir. Bu gün isə bizim bu oyunun bələdçisi, hər birimizin tanıdığı və xüsusən də futbol sevərlərin çox yaxından tanıdığı Pərviz Musayevdir. Pərviz Musayevlə görüşəcəyik, daha sonra isə işə birlikdə yollanacağıq. Biz yoldaykən Pərviz də son hazırlıqlarını görür. Çayını içə-içə oyunun vacib qeydlərini nəzərdən keçirir. Şəhərin sakit mənzərəsini seyr edə-edə nəhayət mənzil başına çatdıq. Sağ olun. Pərviz, futbol üzrə dünya çempionatı fərqli qitədə keçir. Amma təbii ki, bu rejimdə çalışmaq da şərhçilər üçün hər hansı bir problem yaratmamalıdır. Təəssüratları bölüşək bizimlə. Düşünmürəm ki, belə bir problem olacaq və biz dünya çempionatının saatlar, başlama vaxtları baxımından oyunların hər halda işimizi buna uyğun nizamlayırıq. Ən azı yuxu məsələlərini buna uyğun nəzərə alırıq təbii ki və heç bir halda nə məndən digər şərhçi həmkarlarım heç bir halda tamaşaçı hiss etməməlidir ki, biz yuxuluyuq. Və nəhayət ictimai televiziyanın binasına çatırıq. Hava da artıq aydınlanıb. Pərviz bəy, bugünkü oyuna demək olar ki, çox az vaxt qalıb. Gözləntilər necədir? Mən inanmaq istəyirəm və inanıram da ki, Türkiyə yığma komandası ilk maçla müqayisədə bugün daha yaxşı oynayacaq. Ən azından bəli, Avstraliya ilə qarşılaşmada da Türkiyə yığma komandası daha çox hücum elədi, daha çox topa sahib oldu, amma qapanan bir komandaya qarşı, əks hücum üzərində oyunu quran bir komandaya qarşı təəssüf ki, istədiyini ala bilmədi, əks hücumda yaxalandı, amma hər halda Paragvay ilə maçın daha fərqli, Türkiyə üçün fərqli və yaxşı mənada fərqli keçəcəyini düşünürəm və ən azından inanmaq istəyirəm ki, ilk oyundakı məğlubiyyətdən sonra Türkiyə yığma komandası psixoloji cəhətdən toparlanıb və bu maçı tam fərqli bir motivasiya ilə çıxacaqlar. Bu da çox önəmlidir. Yayımın başlanmasına az vaxt qalır. Pərvizi son hazırlıqlar üçün şərh kabinəsinə yola salırıq. Biz isə monitor qarşısında yerimizi alırıq. Hər vaxtınız xeyir olsun. Hörmətli İctimai televiziya tamaşaçıları və ictimai radyo dinləyiciləri, futbol üzrə dünya çempionatının yayımı davam edir. Pərvizin coşqulu səsi ilə San Franciskodakı Bay Arena stadionunda start fiti çalınır. Lakin oyun gözlənilməz başlayır. Paragvay yığması hücumdadır. Uzaqdan qapıya zərbə. Bu nə idi belə? İkinci dəqiqədəcə artıq hesab açılır. Qalarsa. Türkiyə millisi ardıcıl hücumlarla vəziyyəti dəyişməyə çalışsa da, müdafiə səddini yarmaq mümkün olmur. Milyonlarla azarkeş kimi biz də son saniyəyə qədər qol gözləyirik. Və budur, oyun yekunlaşır. Oyundan öncə təxminlər Türkiyənin xeyrinə qeyd edilsə də, amma yekun hesab 1-0 Paragvayın xeyrinə yekunlaşır. Ümumiyyətlə, hesabın bu cür yekunlaşmasının səbəbi nədir? Yekunda bir də Pərvizin fikirlərini öyrənək, səbəbləri ondan da öyrənək. Əslində oyundan öncə siz Türkiyə komandasının yığmasının heyətindən daxil olacağını qeyd etmişdiniz, amma əsl səbəb nədən ibarət oldu ki, yekunda hesab bu cür yekunlaşdı? Görünən bu oldu ki, Türkiyə yığma komandasının qapalı oynayan komandalara qarşı bir çarəsi yox idi. Çünki həm Avstraliya ilə maç, həm də ki Paragvay yığmasıyla qarşılaşmalar
onu göstərdi ki, hər iki komanda, hər iki yığma sıx qapalı müdafiə olunurdu və bu müdafiəni yarmaq mümkün olmadı. Biz bu təqdimatımızda çalışdıq ki, futbol həyəcanını, həmçinin də şərh prosesinin pərdəarxası məqamlarını sizin diqqətinizə çatdıraq. Belə Toğrul Quluzadə, Rizvan Əkbərli, Azər Quliyev, İTV Xəbər.